Zar doktor, hər şey yaxşıdır, amma içimdə narahatçılıq var. Bunun səbəbi nədir? Belə deyək, bizim bədənimizə gedən bütün proseslərin bir tarazlığı var. Yəni hər hansı bir şey olursa da, məsələn, bizim təzyiqimiz qalxırsa, yaxud da ki, şəkərimiz yüksəlirsə, həmən onu aşağı salan mexanizmlər işə düşürlər. Bizim eyni şeylər bizim beynimizdədir. Bizim hisslərimiz, kədərimiz, sevincimiz, həzz hissimiz, ağlamağımız, fərqi yoxdur. Bütün hisslərimizin hamısı beynimizə gedən bir proseslərlə bağlıdır və beynimizə bunun bir tarazlığı var. Bəzi hallarda isə çoxlu miqdarda beyində ətrafdan stresslər çox qəbul etdikdə, yükləndikdə bu tarazlıq pozula bilir. Həmin tarazlıq pozulduqda isə hər şey yaxşı olmasına baxmayaraq, ancaq tarazlıq pozulduğu üçün beyində daim nəsə olacaqmış kimi qorxusu, əndişəsi, narahatçılığı başlayır yaranmağa və bunun gərginliyini yaşayır, narahatçılığını, nəsə olacaq kimi düşüncələr başlayır və beyin ətrafdan gələn qıcıqları isə neytrallaşdıra bilmir. Yəni normal halda ətrafdan gələn gərəksiz qıcıqların hər biri normallaşdırılır, neytrallaşdırılır. Lakin bu mexanizm pozulduğundan adi bir marketə gedəcək olmalı, sabahsı gün bir ad gününə gedəcəksə də, yaxud da ki bir həkimə gedəcəksə, onu o qədər qloballaşdırır, problemlər yaradır ki, yəni normal olsa da belə beyin bunu neytrallaşır, bu narahatçılıqlar onda formalaşmış, yaranmış olur. Bu tarazlığın bərpası üçün də mütləq qaydada bir həkimə gedib bərpa etdirmək üçün bir müalicə lazımdır.